Salam hörmətli tamaşaçılar, Mizan verilişində bir daha sizi xoş gördük. Mövzumuzla bağlı çıxışımızı davam edirik. Mövzumuz dua mövzusu idi. İnsanın Allahın huzurunda dua eləməsi, Allahla münacat etməsi. Və bu mövzunu danışarkən dedik, duanın müəyyən şərtləri var. Biz o şərtlərə doğru dürüst əməl etməliyik. Və bəzi maniyələr də var ki, onlardan da uzaqlaşmalıyıq. Yəni şərtlərə əməl eləməklə yanaşı maniyələrdən də uzaqlaşmalıyıq ki, bizim dualarımız qəbul olsun. Çünki bəzi etdiyimiz dualar bəzi vaxtlar qəbul olmur və biz bəzi vaxtlar Allahdan şikayətlənirik. Əksinə, biz orada Allahdan deyil, özümüzdən şikayətlənməliyik. Çünki nə etmişik ki, bizim dualarımız qəbul olmur. Və hədislərdə müəyyən mövzulara toxunulub, müəyyən məsələlər deyilib ki, insan onu eləyərsə, onun duası Allah qatında qəbul olmaz, Allah qatında rədd olar. O əməllərdən, o günahlardan biri insanın haram tikə yeməsidir. Yəni, haramın yemək insanın duasının rədd olmasına səbəb olur. Allahın acığı gəlir o insandan ki, halal deyil, haram yeyir. Haramdan qazanır, həm özü yeyir, həm ailəsinə verir, həm övladlarına verir. Haram tikə hədislərdə və ayələrdə onu qəbul edənləri Allah Teala həm hədislərdə, həm ayələrdə qınayıb, hətta hədis var, buyurur, bir insan əgər haram tikə yeyərsə, Allah onun haram yediyinə görə duasını qəbul eləməz, Allah onun duasını rədd edər. Və digər hədisdə buyurulur ki, haram tikə yeyənin 40 gün duası qəbul olmaz. 40 gün Allah Teala onun dualarını qəbul eləməz. Bəli, insan gələk məyus olmasın, ola bilər, haram yiyib, amma tövbə edəsə əlbəttə, tövbə bu mövzudan kənarda ola bilər, bir insan haramı yiyir, məsələn, hədis oxuyandan sonra, ayə oxuyandan sonra ona məlum olur ki, haram yemək olmaz, haram yemək haqqında bu qədər məzəmmət olunub. O dərk eləyəndən sonra peşman olur və peşman olandan sonra əmələ yox deyir, məsələn, daha bundan sonra haramdan qazanırdısa, daha halal bir yol axtarır. O insanın əlbəttə sözsüz duası Allah dərgahında qəbul olar və tövbəsi də qəbul olar. Yox, əgər insan davam eləyərsə, İnsan çəkinməzsə bu işdən, pis əməldən, əlbəttə onun duası qəbul olmayacaq. Və haramdan qazanıb insan bəzi vaxtlar özünü aldadır, deyir, mən haramdan qazanım, biraz da Allahın yolunda xərcləyim və Allah da mənim bu xərclədiyimə görə o haramdan qazancımı mənə halal eləyər. Əksinə, nəinki halal eləmir, hətta cəzası var belə insanların. Allah Teala haramdan qazanan qazancı qəbul eləmir və onun da haramdan qazanan insan hansı yolda xərcləyirsə xərcləsin, o Allah qatında qəbul deyil. Bu sanki bənzəyir, insan Allaha rüşvət vermək istəyir ki, Allah onun pis əməlini ört-bastır eləsin. Allah belə bir işdən uzaqdır. Ola bilər bir insan 100 min məsələn pulu haramdan qazanıb onu 90 minini öz fikrində Allah yolunda versə, bu 90 min qəbul deyil Allah qatında. O bir insan məsələn 100 manat qazanır, onun 1 manatı Allah yolunda verirsə, bu 1 manat Allahın qatında dəyərli və qiymətlidir. Və haram qazanmaq, haramdan uzaqlaşmaq və halal qazanmaq təkcə kişilərə aid bir mövzu deyil. Hədislərdə var, tələbul halal farizətun alə kulli muslim və muslimətin. Halaldan qazanmaq həm müsəlman kişiyə, həm müsəlman qadına vəzifədir və borcudur ki, qazandığı pul halaldan olsun, haramdan olmasın. Və Peyğəmbərimiz dünyasını dəyişməmişdən öncə 3 məsələni qeyd elədi və dedi, mən ümmətimi tərk edib gedirəm, amma bu 3 məsələdən narahatam. Görəsən, ümmətim bu 3 məsələ ilə toqquşanda o 3 məsələdən başı uca çıxacaq, yoxsa yox. O məsələlərdən biri belə buyurur, əzzəlalətu bə'dəl mərifəti. Bəzi insanlar olacaq ki, Allahı tanıyandan sonra, haqq dində olandan sonra onu azdıracaqlar, haqq yoldan batıl yolu sürükləyəcəklər. Mən ümmətimdən narahatam. Görürsən, haqqı qəbul edəndən sonra haqq yoldan dönəcəklər, yoxsa sabit qədəm qalacaqlar. Haqda sabit qədəm qalmaq, bilirsiniz, çox mühümdür. Yəni, insan haqda sabit qədəm qala bilmir. İnsan ola bilər ki, 50 il ömrünü ibadətlə keçirir, amma ömrünün son günlərində Allahdan üz çevirir, Allahdan üz döndərir, batıl yola qədəm qoyur və batıl yola qədəm qoyandan sonra cəhənnəmə sürüklənir və cəhənnəmə vasıl olur.
Bu çox acınacaqlı haldır. Ona görə çox tövsiyə ediblər bizlərə ki, çalışın dualarınızdan biri bu olsun ki, İlah və Rəbbim mənim sabit qədəm elə, yəni son anlarda belə sənin yolunda addım atım. Sənin buyurduğun kimi yaşayayım axirə qədər. Yəni insanın imanı qorumağından da mühüm, imanı qazanmağından mühüm imanı qoruyub saxlamasıdır. Və bu çətindir. Çox insanlar imanı qazanır, amma imanı qoruyub saxlaya bilmir. Görsən, məsələn, 5 ildir ibadətlə məşğuldur, ya 10 ildir ibadətlə məşğuldur, amma hər hansı bir imtihanda, bir situasiyada özünü itirir, Allahdan uzaqlaşır və pis bir yola qədəm qoyur, nəticə etibarı ilə Allahın rəhmətindən uzaqlaşır. Bu çox çətindir. Ona görə hər an insan diqqətli olmalıdır, hər an imtihanlandır insan. İmtihan bu dünyanın ayrılmaz bir hissəsidir. İnsan hər an imtihandadır. Ona görə diqqətli olmalı və diqqətli addım atmalıdır. Hər addımdan öncə fikirləşməlidir və Peyğəmbərimiz bunu buyurdu ki, mən ümmətimi qoyuram, gedirəm, amma çox narahatam. Görəsən, mənim ümmətim, mən dünyamı dəyişəndən sonra, haqqı qəbul etdikdən sonra haqq yoldan çıxacaq, yoxsa haqq yolda sabit qalacaq. İkinci buyurdu, şəhvətul bətni və arxası da var bu sözün. Buyurur, mən narahatçılığım budur ki, onlar görəsən haram qidanı qəbul edəcəklər, yəni haramdan uzaq düşəcəklər, yoxsa haramı qəbul edəcəklər. Haram dikəni yiyəcəklər, yoxsa haramdan uzaqlaşacaqlar. İmtihanlarla üzləşəndə, məsələn, tutaq ki, müəyyən qədər bir puldur, o pulla üzləşir, görəsən o pulu götürəcək, haram pulu, yoxsa o pula yox deyəcək, mənim istədiyim kimi həyatım quracaq. Mən narahat gedirəm ümmətimdən. İkinci budur. Üçüncü də budur ki, məzəllatul fitən. Axırı zamanda bir sıra fitnələr baş verəcək ki, görürsən mənim ümmətim o fitnələrdən necə çıxacaq. Fitnələrdən məqsəd, yəni haqla batil bəzi vaxtlar biri digərinə qarışır. İnsan çətinlik çəkir ki, o haqqı oradan seçib çıxarda bilsin. Ona görə haqla batil bir-birinə qarışanda bəzi insanlar özlərini itirir və fitnənin qurbanı olur. Və Peyğəmbər buyurur ki, mən narahat gedirəm ümmətimdən. Ona görə ki, görürsən, ümmətim fitnələr müqabilində necə olacaq? Fitnələrə necə cavab verəcək? Bu mənim narahatçılığıma səbəb olur. Və qiyamət günü müəyyən sorğu-suallar eləyəcəklər bizlərdən, insanların hər birindən. Düzdür, bir qrup insanlar sorğu-sualsız cənnətə daxil olacaq, amma bir qrup insanlar, əksər qrup insanlar sorğu-sual olunacaq, hesab-kitab olunacaq. Allah sual verəcək, niyə belə etdin, niyə elə etdin? Düzdür, bəzi insanlar dediyim kimi elə həyat yaşayırlar ki, onlar daha sorğu-sual olunmurlar. Çünki onlar həmişə özlərini sorğu-sual eləyirlər. Onlar özlərini həmişə hesab-kitab eləyirlər. Həmişə etdiyi əməldən öncə fikirləşiblər, bu əməli edim, yoxsa yox. Əməli etdib qutarandan sonra fikirləşiblər, bu əməl yaxşı əməl idi, yoxsa pis əməl idi. Yaxşı idisə tövbə edib, yaxşı idisə şükür ediblər, pis idisə tövbə ediblər. Yəni, həmişə özlərini hesab-kitaba çəkiblər, özlərini sorğu-sual ediblər. Mənim əməllərim, gün ərzində etdiyim əməllər, görürsən, yaxşı əməllərdir, yoxsa pis əməllərdir. O qrup insanlar sözsüz ki, hesab-kitab olunmayacaqlar, sorğu-sual olunmayacaqlar. O hesab-kitab olmaq özü çətin məsələlərdən biridir. Hətta o qədər çətindir ki, cəhənnəm əhli qiyamət günü Allaha deyəcək, hasibna və lov ilənnar, İlah və Rəbbim, hesab-kitabı bitir, cəhənnəmə yiyəcəksə, qoy cəhənnəmə gedək, rahat. Amma daha bu hesab-kitab bizi gördü. Eybi yoxdur, gedək cəhənnəmə, amma hesab-kitab olunmayaq. Bəli, amma əksər insanlar hesab-kitab olacaq, Allah onlara etdiyi əməlləri sorğu-sual edəcək, soruşacaq. Təsəvvür eləyin, insan 70 il etdikləri hesab-kitab olunacaq. Yəni, heç bir şey etmir orada. Hər bir şeyi soruşacaqlar. Niyə bunu belə etdin, niyə onu elə etdin? Bu yaxşı əmələ etməkdə məqsədin nə idi? Özünü gözdə böyütmək istəyirdin, yoxsa doğrudan Allah üçün eləyirdin? Filan əməli eləyəndə nə idi məqsədin? Qəzəbləndin, qışqırdın, yoxsa doğrudan Allaha xatır qışqırdı. Məsələn, bütün mövzularda Allah Taala bizlərə sorğu-sual edəcək və hesab-kitaba çəkəcək. Orada insan diqqətli olmalıdır. Hesab-kitablardan biri də, sorğu-suallardan biri də budur ki, hardan qazanmısan, hardan qazandın və harada xərclədin? 2 dənə sual qiyamətin mühüm suallarından. Hardan qazandın və harada xərclədin? İnsan gərək
orada cavab verə bilsin. Xoş olsun o insanların halına ki, cavab verə biləcəklər əlbəttə ki. Və bunu qeyd edeyim sizə ki, insanın qəbul elədiyi qidalar onun bilavasitə əqidə və əxlaqına çevrilir. Yəni, qidaların insanın əxlaqı ilə və əqidəsi ilə əlaqəsi var. Yəni, insanın qəbul etdiyi qida sonda onun əqidələrinə çevrilir, fikirlərinə. Yəni, o əməl, o qəbul etdiyin qida hər hansı bir fikrə çevrilir. Yaxşı, halal qidadsa, yaxşı fikirlərə səbəb olur. Haram qidaydısa, pis fikirlərə səbəb olur. Və yaxud pis əxlaqın insanı pis əxlaqın sahib edir. Bu qədər mühümdür. Yəni, insanın qəbul etdiyi qida ilə insanın əməlləri arasında bir vasitə var. Yəni, qidalar o əməllərə təsirini göstərir. Həm qida yaxşı əmələ təsirini göstərir, həm qida pis əmələ təsirini göstərir. Ya halal qida yaxşı əməllərə, haram qidalar isə pis əməllərə öz təsirini göstərir. Buna aid Quran-ı Kərimdə ayə də var. Allah Teala buyurur: "Fakulu mimma razaqakumullah halalan tayyiban veşkuru ni'metallah." Allah buyurur: "Mənim verdiyim nemətləri qəbul edin, onlardan halallardan istifadə edin ki, arxasıca da buyurur, mənim verdiyim nemətlərə də şükr edin." Allah Teala burada halal qidadan söhbət açandan sonra nemətlərə şükr eləmək mövzusuna toxunur. Yəni, mənası budur ki, insan halalı qəbul edərsə, halal qidanı qəbul edərsə, o şükr əhli olar. Yəni, halal qida ilə şükrün arasında bir sanki vasitə var. Yəni, halaldan qəbul eləmiş insan Allaha şükr eləyər, həmişə Allahına təşəkkür eləyər. Heç vaxt naşükür olmaz. Hətta Allah nə isə də alsa onun əlindən, həmişə şükr eləyər. Nəsə də verdi, yenə şükr eləyər. Bu, böyük bir ruhiyyədir və böyük bir məqamdır. Hətta ariflərin baxışı budur ki, arif insanlar, övliyalar, yəni Allah qatında böyük məqamı sahibi olan insanlar, Allah onlara nə isə verəndə, onlar deyirlər, Allah deyəsən məni yoxlayır. Nə isə onların əlindən alanda, deyirlər, ola bilsin ziyanımızadır. Şükr eləyirdilər. Allah alanda, deyirlər, ziyanımızadır, Allah verənə deyirlər, yoxlayır Allah Teala bizi. Bu, böyük ruhiyyəli insanların fikridir və onlar ona görə həmişə Allah nəyi alır və nəyi verir onlara, onun müqabilində həmişə şükr eləyirlər. Və şükr eləməyin halal qida ilə əlaqəsi var. Digər ayədə isə Allah Teala buyurur: "Ya eyyuhənnas, ey insanlar, kullu mimma fil ardi halalan tayyiban və la tattabi'u xutuvatəş-şeytan innehu lakum aduvvun mubin." Allah Teala buyurur: "Ey insanlar, ey insanlar." Daha burada fərq qoymur. Ey namaz qılanlar və yaxud namaz qılmayanlar. Yəni, haramdan uzaqlaşmaq yalnız namaz qılanın vəzifəsi deyil. Namaz qılmayan insan da haram tikədən uzaqlaşmalıdır, haramı qəbul eləməməlidir. İşlədiyi iş haramdırsa ondan uzaqlaşmalıdır və deməməlidir ki, axı, mən neyniyim, necə eləyim? Və Allah Teala bu ayədə buyurur ki, ey insanlar, halal yiyin, arxasıca buyurur, və la təttəbi'u xutuvatəş-şeytan. Və şeytanın qədəm qoyduğu yerlərə ayağınızı qoymayın, yəni şeytanın ardıcan getməyin. Yəni, insan halal qida qəbul edərsə, o insan şeytanın arxasıca getməz, şeytandan uzaqlaşar. Haram qidanı qəbul edən insan isə şeytanın qədəm qoyduğu yerlərə qədəm qoyar. Ona görə insan bu mövzuda diqqətli olmalıdır. Yəni, hardan qazanır? Buna çox səthi yanaşa bilməz. Və bu sözdən özünə bəraət qazandıra bilməz ki, mən neyniyim? Mən məsələn qazanmasam, övladım ac olacaq, övladım ac olacaq və yaxud ailəmin ruzisini təmin edə bilməyəcəm, onda bəs mən neyniyəcəm? Əlbəttə, bir yol axtarmalıdır, bu yolda əziyyət çəkməlidir. Allah da o görsə ki, insan doğrudan da əziyyət çəkir, doğrudan da harama yox deyir, Allah onun üçün bir yol açacaq. Düzdür, ola bilər, məsələn, əvvəlki vəzifədə daha çox pul gəlirdi ona, əvvəlki vəzifə böyük bir vəzifə idi, amma ondan sonraki, məsələn, ona yox deyir, tutaq ki, amma yox deyəndən sonra çox, məsələn, adi bir işdə işləyir. Bu da eybi yoxdur, o insanın izzətidir və insanın böyüklüyüdür. Tək insan həyatını Allah istəyən kimi qursun və bu mühümdür. Ola bilsin o insanın imtihanıdır. Ola bilsin bir müddətdən sonra Allah Teala daha bir böyük bir məqam verəcək ona. Əvvəlki işindən daha yaxşı bir iş verəcək ona. Çünki insanı Allah Teala imtihan edir. Çünki Allah Teala deyir ki, əgər doğrudan da bəndəsən, gələk mənim sənin qabağa çıxartdığım imtihanlarda üzü ağ çıxasan. İnsan bəraət qazandıra bilməz özünə ki, mən necə eləyim? Alınmır.
bəraəti qazandıra bilməz və hətta övladları mac qalacaq. Çünki bilirsiniz ki, qiyamət günündə bəzi övladlar atanın ətəyindən tutacaq, deyəcək, ya Rəbbəl aləmin, mən atamı qoymuram cənnətə getsin. Çünki mənim atam mənə haram qidanı verdi və mən o haram qidanı qəbul eləmişəm. Mənə haram dişə yedirdib. Ona görə mənim atamdan sənə şikayətim var. Mən icazə vermirəm, mən istəmirəm. Mənim onun boynunda haqqı var ki, mən istəmirəm o cənnətə getsin. Mən buna icazə verməyəcəm. Orada övlad, oğul yaxud qız atanın ətəyindən tutur, təsəvvür edin. Halbuki o ata həmən övlada görə haram qazandı ki, övladım acıq qalmasın. Amma həmən oğul atadan Allaha şikayət edir qiyamət günü. Bəli, haram qidanın insanın həyatında təsiri var, insanın əməllərinə təsiri var. Tarixdə belə insanlara nümunə gətirmək olar. Abdullah ibn Şərik adlı bir şəxs var idi. Deyirlər, Abdullah ibn Şərik imanlı bir insan idi. İbadət əhli idi. O dönəmin bir xəlifəsi var idi, Abbasi xəlifəsi idi. Onu dəvət elədi evinə və dəvət eləyəndən sonra ona 3 iş təklif elədi və buyurdu ki, sən mənim qazim olmalısan, ikinci məsələ budur, sən mənim övladlarıma dərs deməlisən, üçüncü məsələ budur, otur mənimlə bir süfrədə çörək ye. Həmən şəxs abid olduğuna görə, zahid bir insan olduğuna görə qəbul eləmədi. Dedi, mən bunların heç birini qəbul eləmirəm. O isə ona, heç olmasa bu üçündən birini qəbul elə, mən səndən əl çəkim, bu da qəbul elədi, dedi, üçündən biri, yaxşı, nə qazi olacam, nə övladlarıma dərs deyəcəm. Amma səndən bir süfrədə bir çörək yiyərəm, eyb yoxdur. Həmən şəxslə oturdu, bir süfrədə çörək yedilər. Yemək yedi və bir müddət keçəndən sonra gördülər Abdullah ibn Şərik həmən şəxsin yanında qazidir və Abdullah ibn Şərik həmən şəxs Abbasi xəlifəsinin övladlarına dərs deyir. Artıq haram dikə öz işini görmüşdü. Onu harama sürükləmişdi. O istəmirdi o harama tərəf üst tutsun. Amma haram qida onu pis əməllərə sürükləyir. Haram qida onu uçuruma aparır. Və bu haram dikənin insanın əməlləri ilə əlaqəsinin olduğunu göstərir. Və də haram dikə, insan, ana məsələn, haram dikəni yiyirsə, bətnində övladı varsa, o bətnindəki övlada da mənfi təsirini qoyur. Öz mənfi təsirini qoyur. Və çox böyük bir təsirə, mənfi təsir qoyur ki, və övladda müəyyən pis xüsusiyyətlərin olmasına səbəb olur. Və hətta hədisdə var ki, 7 nəsil o tərəfə təsirini qoyur. İnsan haram dikəni yiyəndən sonra 7 nəsil ondan sonra gələn, məsələn, 7-ci oğul ona qədər gedir təsirini qoyur və onda bir iz qoyur. Haram dikənin bu qədər insanın həyatına mənfi təsirləri var. Və bu həddəki, hətta əvvəlcə dediyim kimi, duaların qəbul olmasının qabağında maniyədir. Həccac ibn Yusif adlı bir şəxs olub tarixdə, o çox zalım bir insan olub, həqiqətən. Çox əziyyətlər verib və elə bir insan idi ki, kim məsələn Əhl-i-Beyt tərəfdarı idisə, məsələn onun başını kəstirirdi və o çapalayırdı onun gözünün qabağında və o yeməyi ona baxa-baxa, onun çapalamağına baxa-baxa yeyirdi və çox əziyyətlər verirdi ümmətə. Ondan çəkinirdilər, qorxurdular. Amma bu Həccac ibn Yusif Kufəyə gəlməmişdən öncə eşitmişdi ki, Kufədə bir qrup insanlar var. Onlar zahid insanlardır, Allaha ibadət edən insanlardır və onlar dua eləyəndə Allah qatında onların duaları qəbul olur. O Kufəyə gələn kimi həmin şəxsləri qəbul elədi, bir süfrəsinə, öz süfrəsinə əyləşdirdi. Onların süfrəsində oturandan sonra çörək verdi onlara. Onlar hamısı o çörəyi yiyəndən sonra getdilər. Həccac ibn Yusif dedi, indi əlimdən nə gəlir eləyə bilərəm. Çünki mən ona haramı yedizdirmişəm onlara. Artıq nəsə eləsəm də, onlar dua eləsələr belə duaları qəbul olmayacaq Allah qatında. Allahın lənətinə duçar olublar o insanlar. Allahın nifrətinə qərq olublar o insanlar. Hətta İmam Hüseyin əleyhissalamın Kərbəladakı sözlərindən biri də budur. Dedi, siz haqqı qəbul eləməyəcəksiniz. Çünki sizin qarınlarınız muliyyət butunukum. Qarınlarınız haramla dolub. Siz o qədər haram yemişsiniz ki, artıq sizin
ruhiyyəvizə təsirini göstərib və hətta o həddə gəlib çatıb ki, haram tikə insanı Hüseynin qatil eləyir, İmam Hüseynlə üzbəüz durmağa vadar eləyir. Və orada olan insanlar gəlirlər İmam Hüseynlə üzbəüz dururlar və İmam Hüseynlə vuruşurlar. Və haram tikə ibadətlə də uzlaşma, ziddiyyət təşkil edir. İnsanın görsən ibadəti eləyir, azacıq təsirini qoyur və yaxud da biraz təsir qoyur, təsir bir müddətdən sonra çıxır gedir. Məsələn, görsən, insan dua məclisində əyləşir, duanı oxuyandan sonra görsən, təsirini qoyur. İnsan müəyyən qədər bir mənəvi hal olur, amma bir saat keçərindən sonra görsən, o hal əlindən çıxdı, getdi. Yaxud məsciddə əyləşir, görsən, moizə zamanı onda müəyyən bir təsirini göstərir, həmən moizə 2 saatdan sonra öz təsirini itirir. Və yaxud da evdə oturur, Quran oxuyur və Quran oxuyandan sonra 3 saat təsirini göstərir, həmən təsir gedir. Çünki haram tikəni qəbul edən insan, sanki o haram tikə insandan həmən ruhiyyənin dəf eləməsinə səbəb olur. Həmən ruhiyyəni uzaqlaşdırır insandan. Ona görə insanda görsən, o mənəvi hal 1 saat, 2 saat və müvəqqəti qalır. O hədislərdə var ki, buyurur, Əl-ibadətu mə əklilə haram, kəlbina ələr-rəml. Buyurur, haramı yiyə-yiyə ibadət edən insan sanki torpaq üzərində bir ev tikir. Yəni, torpağın üzərində tikilən evin bir dənə külək əsən kimi onun köklü olmadığına görə o ev dağılıb gələcək. Ona görə Allah Teala, ona görə hədisdə vurğulanır ki, haram tikəni yiyə-yiyə ibadət edən insan, o insanın etdiyi ibadətlər sanki o bir dənə ev tikir, amma torpağın üstündə. Bir külək gələn kimi, bir dənə günahla üzləşən kimi, görsən, bütün ibadətlərin folta verir. O günahın qabağında aciz qalır. Bəzi insanlar belədir. Deyir, mən filan günahı tərk edə bilmirəm. Bir dənə günahla üzləşən kimi bütün ibadətlərini xaraba günə qoyur. İbadətləri aradan gedir, məhv olur, gedir. Çünki bilirsiniz ki, günahın ibadətlərin aradan getməsinə təsiri var. Əlbəttə, mən bu sözləri danışıram, heç kəsi məyus eləmək istəmirəm. Yəni, bunun mənası bu deyil ki, bizlər get-gedə ibadətlərimizi tərk edək. Əksinə, ibadətlərimiz qalsın, həmən ibadətlərlə yanaşı daha bu fikirlə yaşayaq ki, neyniyək ki, haramdan uzaqlaşaq. Neyniyək ki, hansı cür yaşayaq, necə yaşayaq ki, Allah istəyən kimi olsun, Allahın buyurduğu kimi həyatımız olsun və bunun haqqında düşünmək. Bu fikirlə yaşamaq. Nəinki biz ibadətlərimizi tərk edəyək ki, onsuz da daha mənim namazım qəbul deyil, ibadətim qəbul deyil. Bunu biləsiniz ki, bu şeytanın vəsvəsidir. Şeytanın aldatdığı üsullardan biridir. Şeytana bəzi vaxtlar insanı belə aldadır ki, onsuz da sən günah eləmirsən, bu qədər günahın içində qərib olub getmirsən. Namazın nə mənası, ibadətin nə mənası? Və yaxud namaz qılmayanlara şeytan belə vəsvəsə edir. Bu qədər günah edirsən, namaz nədir? Açan bu günahlardan çəkinərsən, sonra namaz qılarsan. Şeytanın aldatma üslublarından biridir. Məsələn, görsən, insan səhər durur, bəzi insanlar belədir, günahdan istəyir çəkinsin. Bir dənə günah eləyəndən sonra deyir, onsuz da daha bu günah eləmişəm, başqa günahı da eləyir, ovrisi günahı da eləyir. Bu şeytanın aldatdığı məsələlərdən biridir. Heç olmasa 9 dənə eləmisənsə günahı insan eləyibsə, birini eləməyə bilərsə eləməsin. Onun da insana müsbət təsir olacaq. Yəni, insan haramdan uzaqlaşmalıdır, nəinki vaciblərdən çəkinməlidir. Musa Peyğəmbər yolla gedir, görür bir şəxs əllərini qaldırıb dua eləyir və qayıdarkən həmən şəxsi bir daha görür ki, həmən duanı bir daha eləyir, ağlaya-ağlaya dua eləyir. Allah Teala'ya Musa Peyğəmbər üzün tutur, ya Rəbbəl aləmin, bu dua eləyirsən, bunun duasını qəbul elə. Allah cavab verir ki, Musa, bu əllərini göylərə qədər uzatsa belə, bu bütün insanların tökdüyü göz yaşı qədər göz yaşı töksə belə, ölənə qədər dua eləsə belə, mən onun duasını qəbul eləməyəcəm. Niyə ya Rəbbəl aləmin? Cavab verir ki, çünki bu insan başqalarına zülm eləyir. Bu bir. İkinci məsələ budur ki, bunun evində haram tikə var, haram tikəni qəbul edir, haram qidanı qəbul edir. Yəni, haram qidadan məqsəd, yaxud haram tikədən məqsəd yalnız şərab və bunun kimi şeylər deyil. Ola bilər, halal bir tikədir, amma insan onu haram yolla qazanıb gedir, alır. O da haram tikə hesablanır. Yəni, haram yalnız haram qidaların söhbət getmir. Ola bilər halal qidadır, amma insan onu haram yolla qazandığına görə o pulu ona alanda o insanın qəbul etdiyi həmən qida haram hesablanır. Ona görə insan həm özünü qorumalıdır,
həm ailəsini, həm övladlarını ki, bu günahdan uzaqlaşa bilsin. Və digər günahlardan da biri, hədislərdə qeyd olunub, buyurur və zunubulləti təruddu dua, duanın qəbul olmasında mani olan günahlardan biri, buyurur su'un niyyə, pis niyyətli olmaqdır. Bəzi insanlar pis niyyətlidirlər. Məsələn, fikirləşsə belə ki, əlimə pul düşsə, gedib filan günah eləyərdim. Hələ əlinə düşməyib bu fikirdədir. Əlinə düşəndən sonra gör nələr eləyər bu insan. Pis niyyətli insanlar. Allahın acığı gəlir o insanlardan ki, pis niyyətli yaşayırlar. Allah insanlara tövsiyə edir, yaxşı niyyətli olun. Hətta məsələn, pulumuz məsələn olmasa belə, mülkümüz olmasa belə, yaxşı niyyətimiz olsun, deyin, ilahi kaş olaydı məsələn. Mən bu puldan istifadə edirdim, fəqir füqaraya verəydim. Məsələn, yaxşı bir iş görəydim, elmə sərf eləyəydim, din yolunda sərf eləyəydim, Allah buyurduğu yerlərdə sərf eləyəydim. İnsan bu niyyətdə olarsa, Allah Teala deyir, mən də sənin, sanki sənə verdim, sən etdin və sənin bu əməlin mənim dərgahımda qəbul oldu. Yaxşı niyyətli yaşamağı bizə tövsiyə edirlər. Çalışaq niyyətlərimizi gözəlləşdirək. Niyyətlərimizi hətta böyük niyyətlərin sahibi olaq, himmətli niyyətlərin sahibi olaq. Ola bilər bir insan məsələn bir yerə gedir. Məsələn tutaq ki, niyyəti yaxşıdır, amma onun yaxşını daha yaxşı eləyə bilər. Məsələn qohum əqrabaya baş çəkirsən, bu niyyətlə ki, gedim baş çəkim. Gözəl niyyətdir, amma bunu biraz da böyüdəsən. Məsələn, gedim baş çəkim, məsələn onun bir dərdini eşidim, dərdinə şərik olum, ona yar olum, ona kömək olum. Bu artıq niyyətin biraz da böyüməsidir. Gedim həm niyyətini, onun dərdini eşidim, dərdinə yar olum və yaxud onun maddi bir sıxıntısı var, onu da kömək edeyim. Bu da görsün niyyət nə qədər böyüdür. Yəni insanın niyyəti çox nə qədər böyüyərsə, o insanın həyatına müsbət təsiri var. Çalışaq böyük niyyətlərin və himmətli niyyətlərin sahibi olaq və pis niyyətli insanlar olmayaq. Və bu da çox mühümdür ki, bu insanın duasının qəbul olmasının amillərindən biridir. Pis niyyətli insanların Allah Teala duasını qəbul eləmir. İkinci məsələ budur ki, buyurur, o insan ki, duanı eləyir, amma deyir, onsuz da duam qəbul olmayacaq. Ümidi yoxdur. Deyir, eləyim də, Allah deyib dua elə, mən də eləyim. Bu fikirlə dua eləyən insanın duası qəbul olmayacaq. İnsan ümidli halda dua eləməlidir. Hər yerdən ümid üzülsə belə dua eləməlidir. 100% onun bilçiliyinə əsasən, ölçü bilçiliyinə əsasən ki, onsuz da duam qəbul olmayacaq. Tam mənada bu fikirdə olsa belə, yenə dua eləyərkən deməlidir, fikirləşməlidir ki, Allah bir an istəsə bu duam qəbul olacaq. Allah üçün çətin deyil. Allah bu yerin göyün sahibidir. Allah üçün çox asandır bunu yerinə getirmək, həyata keçirmək. Digər məsələ də budur. İnsan dua eləyərkən bunu fikirləşməlidir ki, İnşallah mənim duam qəbul olar. Və bu fikirlə dua eləməməlidir ki, mənim duam qəbul olmayacaq. Və bir də o insanların duası qəbul deyil ki, hədisdə vurğulanır, o insanlar ki, namazlarını qəzaya verirlər. Namazlarını qəzaya verən insanların duası qəbul olmaz. Bu hal adiləşərsə, elə hey adi şəkildə qarşılayır. Məsələn, heç olmasa əvvəllər narahat olurdu, bir namazı qəzaya gedəndə görsən, ürəyi sıxılırdı, narahat olurdu. Amma indi çox adi qarşılayır, burada nə var ki, oldu da, indi qılaram. Hətta Allaha da borcu çıxartmaq istəyir bəzi vaxtlar. Belə insanların duaları Allah qatında qəbul olmaz. Allah qəbul eləməz. Bu da bir məsələlərdən biridir. Və digər məsələ budur ki, insan yaxşı əməli edirdi, məsələn, dünənə qədər, o yaxşı əməli tərk eləyər. Hədisdə məsələn belə vurğulanır, sədəqə verirdi bu günə qədər, sədəqə verməyi tərk edə. Yaxşı bir iş görürdü, məsələn, borc verirdi insan, biri qapısını döyəndə borc verirdi, amma daha deyir, mən bundan sonra verməyəcəm. Niyə? Ona görə ki, onsuz da mən borc verirəm, məsələn, mənim borc verirəm, qaytarmırlar və bütün insanlara qarşı bu bədbin olur. Yəni, baxışı dəyişilir, bütün insanlara qarşı pis fikirli olur, deyir, onsuz da bu insan da onun tayı olacaq. Və bundan sonra mən yaxşı iş görməyəcəm, məsələn, bu heç kimə borc verməyəcəm. Və yaxud bir nəfərə sədəqə verib, kömək edib, görüb ki, məsələn, o yalancı bir insanı hiləgərdi, bir daha qutardım, getdim. Bundan sonra mən bu yaxşı işi görməyəcəm, heç kimə kömək eləməyəcəm. Əksinə, insan belə olmamalıdır. İnsan qarşı tərəfin pis olduğuna görə o yaxşı əməli tərk eləməməlidir. Bundan sonra diqqətli olmalı və hara pulunu xərcləməlidir, ona diqqətli olsun, araşdırsın, fikirləşsin, bu pulu ora vermək olar, yoxsa yox. Fikirləşəndən sonra, bəli, onu da versin və burada özünü aldatmaqla yaxşı əməldən uzaqlaşmasın. Belə insanların Allah Teala duasını qəbul edir. Yəni o insanlar ki, yaxşı əməli dünənə qədər eləyirdi,
amma bugündən etibarən yaxşı əməli icra eləmir, müəyyən bəhanələrlə və müəyyən səbəblərlə və belə insanların duaları qəbul deyil. Allah bizim dualarımızı bizlərdən qəbul etsin.